İnsan Hüquqları Müdafiə Komissarlığı, Parij Departamentı, Firdovsi Əliyev, Mərkəzi Asiya layihəsi üzrə rəhbər, general-mayor. Bugün bizim çıxış yoluna bir dəyərli qonağımız da gəlib. Məmnuniyyətlə onu təqdim etmək istəyirəm. Beynəlxalq İnsan Haqları Bürosunun Azərbaycan üzrə nümayəndəliyinin hüquq eksperti, polkovnik leytenant doktor İsmail Zalov. İsmail bəy həmçinin Azərbaycan Respublikası Polisə Dəstək İctimai Birliyinin sədr müavinidir. Xoş gəlmisiniz proqramımıza. Təşəkkür edirəm. Təşəkkür edirəm. Polisə Dəstək İctimai Birliyi adından minnətdaram sizə. Təşəkkür edirəm. Əyləşin. Təşəkkür edirəm. Çıxış yolunun sıraları genişlənir və möhkəmlənir mənim əzizlərim. Beynəlxalq İnsan Haqları Komitəsidir və bu komitənin çox dəyərli Azərbaycanlısı cənab general-mayor Firdovsi müəllim bizimlə əməkdaşlıq edir və üzümüzə gələn mövsümdən bizim bütün hüquqi məsələlərimizi məhz Beynəlxalq İnsan Haqları Komitəsi həll edəcək və inanıram ki, heç bir belə deyim də çıxış yoluna müraciət edən insanın pozulan hüquqlarından ki söhbət gedir, heç birinin nəticəsi mənfi olmayacaq ki, müsbət olacaq. Mən sizə çox inanıram, güvənirəm. Dəyərli bizim cənab general-mayorumuz Firdovsi müəllim, çox sağ olun ki, bizə etimad edib bizimlə əməkdaşlığa başlamışsınız. Və bugün Beynəlxalq İnsan Haqlarının eksperti olaraq həmçinin Polisə Dəstək İctimai Birliyinin sədr müavini bizim hörmətli İsmail bəy bizimlə bərabərdir. Çıxış yolu və Polisə Dəstək İctimai Birliyi necə səslənir? BMT-nin üzvü İnsan Haqları Bürosunun Parij Departamentinin Asiya üzrə layihəsinin hüquq eksperti İsmail Zalov. BMT-nin üzvü İnsan Haqları Bürosunun Azərbaycan üzrə nümayəndəsi hüquq eksperti polkovnik leytenant İsmail Zalov. Azərbaycan Respublikasının Polisə Dəstək İctimai Birliyinin də sədr müavini.
Ona göre siz qulaq asın, maariflənin. O bizim için böyük bir şeydir. Zümrüt xanım, Bəli. bu Paşa bəy mənim qohumumdur. Ha, çox gözəl. Çox müddət, çox zamandır ki, o diş həkimi işləyir. Lap yaxşı. Demək bu da Yox, niyə polis də işləyir? Onu demirəm da, İşləmirəm işte. onu demirəm. Otur yerində sakit. Onu da dedim. Onu demirəm. Çıxıbdı da, diş pensiyadadır. həkimi, diş həkimi. Aman adı, o sözü işlətmirəm burada. Yaxşı mı? Doğru adam tuturlar, yeyirlər. Yox, Olmaz, işlətmirəm. olmaz, Bunu olmaz. İşlətmirəm. Mənim qohumumdur, nə tər istəsiniz, lazım olsa, telefon Ya, nömrəsini də Allah verərəm Allah. canınacı. Nə qədər buradayam, bəhrələnə Zümrüt, bir gün bilərsiniz. alan yığışdır min avtobusa, gəl gedək paşanın yanına. Səni boğub öldürərəm. Gedək. Gedək. Qısqanma, paxlava. Heyvana, merdən, meyvədən saat. No, siqarın. Dövlətimi təhqir edir. Mən bu yoldan çəkiləsi deyiləm. Kar qulaqlarınızı açın o bəzi insanlar. Mən bu haqq yolundan dönəsi deyiləm. Bəli, mən üzr istəyirəm. Alyans olaraq 158 dövlətlə əməkdaşlıq edirəm. Salamçılar. Sağımda Mir Samir müəllimdir, solumda Sevinç xanımdır. ARHD Az saytının qonaqları idi. Gəldilər ofisimizdə çayımızda içdilər. Bəli, biz təməmnasız olaraq dövlətə, dövlətçiliyə daima xidmət edirik. O Mir Samir müəllim, o bizi sevməyən insanlar və Sevinç xanım, onlar bilirsiniz nətərdir? Allah Taala onlara şans verməyib, onlara irəli gedə bilmirlər. Ona görə onlar nə etməlidirlər? Dözə bilmirlər. Dözə bilmirlər. Onlar bilirsiniz nətər? Sağalmayan bir virusdur. Yadınıza gəlircə bir dövr Covid xəstəliyi var idi. O Covid xəstəliyində gördük. Sağalanlar sağalırdı, sağalmayanlar da dünyasını değişir. Bunlar da sağalmayan bir məxluq deyərdim, insan deyirlər. Bunlar insanlıqdan kənardılar, düz deyirəm də yəqin. Bəli, əlbəttə. İcazə versiniz bir söz verin. Buyur. Yaxşı ki biz varıq, sabatsız insanlar üçün öldürürük.
Düzdür. Çox düz. Yaşasın Azərbaycan dövləti. Bəli, Bilirsiniz yaşasın nətər? dövlətçiliyi. Kimliyindən, dinindən, əqidəsindən asılı olmayaraq Azərbaycan dövlətimiz kiminlə, hansı dövlətlə dostluq, qardaşlıq edirsə, biz də o dövlətin yanında yanında. Dostluq, qardaşlıq köprüsünün əskəri olacaq. Bizim dövlət bilir kim nədir. Hansı vətəndaşı olsun, istəyir xaricdə yaşayır. Hər kəs bilməlidir ki, İsmail müəllim, çox gözəl vurğuladı. Hər kəs bilməlidir ki, dövlət hər kəsi də gözəl tanıyır, hamını da tanıyır. Kim nə edir, hardan gedir, hardan gəlir, bütün dövlətlərdə belədir, bizim dövlətdə yox. Ona görə Dövlətin hər şeydən xəbəri var. Burada heç kim özünü dövlətin ağıllı hesab etməsin. Ümumiyyətlə dövlət anlayışı, dövlət hər hansı bir şəxs anlayışı deyil, ümumi bir müqəddəs bir varlıqdır. Dövlət hər kəsdən ağıllıdır. Heç kim özünü dövlətin ağıllı hesab etməsin. Hər kəsin də bir amalı, bir yolu olmalıdır. Dövlətçiliyi, hər kəsin inancı, imanı, amalı dövlətçiliyi olmalıdır. Əgər kiminsə imanı, inancı dövlətçilik deyilsə, onun Allaha tərəf getdiyi yol saxtadır, səhvdir. O mütləq heç vaxt Allaha gedən yolu tapa bilməz. Birinci Allaha gedən yol dövlətçiliyə olan sevgilikdən, vətənə olan sevgidən. Mənim doğmam olsun, sən ol, kim olursan ol, Azərbaycan dövlətinə, dövlətçiliyinə bir vətəndaş olaraq sədaqətli olacaqsa, mən də sizin yanınızdayım. Çox sağ olun. O bəzi qarayaxma, o virusların sözünə uymalı deyirik. Qoy onlar bədbaxtdırlar, Allah Taala tərəfindən cəzalanıblar, paxıllıq çəkirlər. Ona görə də fikir verməli deyirik dostlar. Daima nə? İləri getdik. Təbii ki, birinci növbədə bilirsiniz nətərdir? Dələduzlar çoxalıb. Dələduz niyə çoxalıb? Səbəbi də budur ki, dələduzlar bir narkoman kimi bir xəstəlikdir, bir virusdur. Narkotikdən istifadə edirlər və sonra isə görürsünüz onları tibb mərkəzlərində yerləşdirərək onlara müalicə aparılır. Bir uzun müddətdən sonra isə yenə də başlayır da bu narkotik istifadə etməyə. Bilirsiniz nətər? Dələduzlar da bu cürdür. Dələduzlar da bilirsiniz nətərdir? Məşğul olurlar. Yalandan söyləyirlər, acam, suzam, xeyr. O ondan söhbət getmir. Dələduzluq edən şəxsin qanına, canına xoxub ki, bu işlə məşğul olmalıdır. Yəni xəstəlik anlatır. Xəstəlikdir. Bəli, bir xəstəlikdir. Bir xəstəlikdir. Məsələn, görürsən ki, insan var ki, bu işdə hansısa işdə işləyib, işləyə bilməyib, işi səhnəkarlığından bunu işdən kənarlaşdırıblar. Bu adam çölə çıxır, başlayır dələduzluqla məşğul olmağa. Bu bilirsiniz nətərdir? Bu insan bir virusdur, bu xəstəlik sayılır. İsmail müəllim, siz ki, növbəti müsahibənizdə demişdiniz ki, bunlar həqiqətən bir xəstəlikdir. Bəli, bir xəstəlikdir. Bilirsiniz nətər? Dələduz, mən bir daha da deyirəm, dələduz edən şəxs çox bir narkotik kimi bir şeydir. Bilirsiniz, dələduz şəxs aparır çayxanalara cəmaatı. Bilirsiniz, vətəndaşlarda da günah var ki, bir bax bu kimdir, nəçidir, bilirsiniz nətərdir? Bu şəxs harada işləyir, özünü yalandan bir hansısa dövlət orqanının, idarəsinin, təşkilatının adında istifadə edərək çayxanalara gedir. Çayxanalarda başlayırlar bu insanlar vətəndaşları aldatmağa və pulunu da alırlar, mənsiyirlər və sonra isə vətəndaş da pulu alınandan sonra, pulu gedəndən sonra başlayır hüquq mühafizə orqanlarına müraciət etməyə. Bilirsiniz nətərdir? Sən məsləhət almışdın ki, hüquq mühafizə orqanına, hansısa kimdənsə ki, mən bu adama pul verirəm, işə düzəltmə məqsədi üçün. Sonra isə yanılırsan, allanırsan, sən başlayırsan adı nədir? Narazılıq etməyə. Bilirsiniz nətərdir? Mən hələ buradan səslənirəm insanlara, Azərbaycan Respublikasının vətəndaşlarına, məni izləyən şəxslərə ki, dələduzlara qurban olmasınlar.
Bu gün sosial şəbəkələrdə həqiqətən yalandan reklamlar aparılır, yalandan çağırışlar olur ki, filan yerə işə düzəltməkdir, filan kampaniya işə düzəltməkdir, 30 manat kartıma pul köçür və yaxud da bu qədər rüsum ver, mənə adın səni işə düzəldirəm, oğlu və yaxud da özü. Bilirsiniz, insanları alladırlar. Ona görə bunlar şeylərə allanmalı deyil. Onlardan necə sığortalanmalı? Bilirsiniz, vətəndaş özünü qorumalıdır. Özünü qorumalıdır. Bunlar bir virusdur. Bu pandemiyadır. Bu düz yol deyil. Düz seçim deyil. Vətəndaşda günah var ki, bu dələduzdur da. Bu bir virusdur da. Bu bir xəstəlikdir də. Bu tərgizən deyil. Bu səni alladır. Görürsən ki, alladır. Pulunu alıb deyir ki, gətir qohumumu da, tanışımı da pul ver, onu da işə düzəlt. O vətəndaş da gedir öz qohumunun pulunu gətirir, buna sən allanmışsan olsa, bir daha da gətir buna təzədən bu dələduza pul verirsən. Bilirsiniz nətərdir? Bunlar bir virusdur. Ona görə mən çağırış edirəm ki, vətəndaşlara səslənirəm ki, mən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq, vətəndaş mövqeyimi bildirirəm, bir hüquq eksperti olaraq mövqeyimi bildirirəm. Zalov İmza TV MMC-nin direktoru kimi bir mövqeyimi bildirirəm ki, insanlar görürsünüz, allanırlar ucuz qiymətə və yaxud da hansısa bir işə pullarını verirlər, bu dələduza qalırlar məruz vəziyyətində, pis vəziyyətində. Ona görə vətəndaşlar özlərini qorumalıdır ki, o insanlara qurban olmasın. Ona görə bir daha da çağırış edirəm, buradan səslənirəm ki, dələduzlara qarşı qurban olmayın. Pulunuzu alladırmasınlar. Bilirsiniz, pulunuz allanandan sonra düşürsünüz hansısa hüquq mühafizə orqanlarının üzərinə ki, kömək eləmirsən mənə, niyə tapın? Bilirsiniz, dələduzdur bu adam. Bu adam dələduz, insan, narkoman kimi bir insan, virus olan bir insandan nə gözləyirsə, o ailə qədri bilərmi? Dövlət qədri bilərmi? Valideyn qədri bilərmi? Allahını tanıyarmı? Xeyr, nə imamını da tanınmaz. Dələduz şəxs heç bir zaman heç bir şeyi tanımaz. Özünü düşünən və məqsədi odur ki, qarşındakı insanın, dostunun, qohumunu, tanıcını alladaraq pulu ələ keçirsin. Sonra isə vətəndaş zəlil vəziyyətinə qalır. Ona görə buradan səslənirəm ki, bu dələduzlara qurban olmayın.